Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Necəsiz? Hər birinizi salamlayıram. Həqiqi ədədlərdən Emoşimin yeni nəşr test toplusundan test 1-in izahını çəkirəm. 2 dənə modullu ifadə verib və cəmi 0-a bərabər olduğunu deyir bizə. Biz bilirik ki, modul həmişə müsbətdir. Əgər bu sözü desək, biz yanılmış olarıq. Əgər modul həmişə müsbət olsa, 2 dənə müsbət ədədin cəmi 0 olması deməli, modul ya 0-a bərabərdir, ya da müsbətdir. Müsbətlik şərti ödəmədiyinə görə 0 şərtini götürürəm. Yəni, bir dəfə, bir dəqiqə gözləyin. Deməli, bir dəfə yazıram 3a çıxaq 7b minus 13 bərabərdir 0-a. Bir dəfə isə ab çıxaq 3 bərabərdir 0-a. Təbii ki, bunu həll eləsəm, 3 dənə a minus 7b bərabərdir 13-ə. Buranı silək. Aşağıdan da ab bərabərdir 3-ə. Bizdən 9a kvadrat üzərinə gəlsin 49b kvadratını soruşur. Mən bilirəm ki, bu ifadəni mən yaza bilərəm 3a-nın kvadratı üzərinə gəlsin 7b-nin kvadratı kimi. Və köməkçi müxtəsər vurma düsturuna görə biz bilirik ki, a kvadrat üzərinə gərək b kvadratı biz a plus b minus 2ab kimi yaza bilərik. Yəni, burada 3a üzərinə gəlinsin. Deməli, yazaq belə. Və yaxud da burada minus olduğuna görə ifadədə, baxın, naşnik taxım bir dənə, minus olduğuna görə bir də bunun bu cür açılışı var. A minus b-nin kvadratı topla 2ab kimi. Bu yazılış bizim daha çox işimizə yaradığına görə o yazılışı yazacağım. 7b-nin kvadratı üzərinə gəlsin 2 vurulsun ab. Yəni 3a plus 7b. A-nın yerinə duran ədəd budur, b-nin yerinə duran ədəd budur. Siz müəllimlər, bundan sonrası sadədir. Bu ifadənin zaten bizə qiymətini verib, neçə verib? 13 verib. Yəni 13-ün kvadratı üzərinə gəlsin. 3-ü 2-yə vuranda 21, 21-i 2-yə vuranda 42. 3-ü 7-yə vuranda 21, 42 AB. AB də bizə 3 veribdir. Bitdi, getdi. Bunu hesablayırsınız. Kalkulyator verilib sizə. İmtahanda da verilir. Cavab olacaq B variantı. İkinci suala baxaq. İstədim ki, bunu bu səhifədə açam. Ona görə yenə 2 dənə moduldur. Cəminin 0-a bərabər olduğunu deyir. Biri moduldur, biri kvadratdır. Kvadratın da ən kiçik qiyməti 0-dır. Modulun da ən kiçik qiyməti 0-dır. Sərgəli şəkildə buradan yazıram. 5 dənə x çıxılsın 3y minus 4 bərabərdir 0-a. Bir də bunu yazıram. 3x minus 5y minus 12 bərabərdir 0-a. Sistem tənlik kimi bunu davam edib həll edə bilərəm. Yəni, baxıram ki, nəyə vursam, bizə nəyə soruşur? X minus y. Ona görə bəzən elə olur ki, müəllimlər, baxın, 5x minus 3y bərabərdir 4-ə, bu tərəfə keçirdim. Bəzən elə olur ki, nəyəsə vurmağa ehtiyac olmur. Tərəf-tərəfə toplayanda ya tərəf-tərəfə böləndə, çıxanda istədiyimiz ifadəni ala bilirik. Yəni, mən bunu tərəf-tərəfə toplasam, eləyəcək 8x çıxılsın 8y bərabərdir. Deməli, 8-ə. Qoyun görüm. 8-ə yox, 16-ya. İndi gəlin baxaq. 8-i buradan çıxartsam, x minus y bərabərdir 16-ya. 16 ilə 8 dınqıldayıb gedəndə x minus y bərabər olur 2-yə. Bizdən də həmin ifadənin qiymətini soruşduğu üçün cavab oldu 2. Aydındırmı gözəl müəllimlərim? Üçüncü sualda yenə eyni tip sualdır. Yenə ayrı-ayrıqda modulları 0 götürürəm. Yəni 3x minus y minus 4 bərabərdir 0 götürürəm və 4-ü bərabərliyin sağ tərəfinə keçirdirəm, yazıram 4. Bunu da yenə eyni şəkildə 2x plus 6 minus 2x plus y minus 6-nı 0 götürürəm. 6-nı bu tərəfə keçirdiyimə görə bərabərdə 6 yazıram. Məndən x, y hasilini soruşur. Tərəf-tərəfə toplasam, olacaq 5 dənə x bərabərdir 10-a, x bərabərdir 2. Əgər x 2-dirsə, gətirib yerinə qoyub y tapa bilərsiniz.
y-imiz də 2 olacaq. Cavab olacaq x, y hasili 4. Ədəd oxunda -4 ədədindən 5 vahiddən az məsafədə yerləşən ədədləri soruşur bizdən. Yəni, -4-dən 5 vahid dediyinə görə -4-ün üzərinə 5 gəlirəm, -4-dən 5 çıxıram. Yəni, -9, 4-ün, -4-ün 1. Yəni, həqiqətən də 1 də 4 vahiddən məsafədə yerləşir. -9 da 4-dən, -4-dən 4 vahiddən məsafədə yerləşir. Baxın, az dediyinə görə yaxınları götürürəm. Yəni, cavab olacaq, deməli, C variantı. Bunun qaydasını biz dərsdə keçmişdik. Çox məsafədə, yəni uzaq məsafədəni soruşur. -7 deyir. Üzərinə 8 gəlsən 1, 8 çıxsan -7-dən -15. Uzaq dediyinə görə uzaqları götürürəm. Yəni, çox dediyinə görə uzağı götürürəm. Yəni, bura qədər və buradan bura qədər. Yəni, mənfi sonsuzluqdan -15-ə qədər birləşmə 1-dən heç birini ala bilmir də, bilirsiniz. C variantı. Keçək növbəti sualımıza. 10 vahiddən MHM yeni nəşr test toplusundan işləyirik. Bu yeni nəşrdir. Suallar elə də çətin deyil. Biz artıq bunlardan neçə dənəsini işləmişik. Həm Türk ədəbiyyatlarından, həm Azərbaycan ədəbiyyatlarından, həm öz hazırlanan testlərdən. Ona görə bunlar artıq bizə rahat gəlir. Birdən-birə təbii ki, bu kitabı götürüb işləsəydik bizə çətin gələrdi. Ədəd oxu üzərində -8-dən 10 vahid məsafədə olan ədədlər çoxluğunu göstərin. 6-cı sualda, baxın, bizdə sadəcə 10 vahid məsafədə olan ədədləri soruşur. Nə yaxını soruşur, nə uzağı. Yaxın uzağı soruşanda bu mötərizə olur. Amma ədədlərin özünü soruşduğuna görə müəllimlər. İndi gəlin baxaq. -8-dən 10 vahid dediyinə görə -8-in üzərinə 10 gəlirsiniz. Eləyir 2. -8-dən 10 çıxırsınız, eləyir -18. Yəni -18 və 2. Əgər böyük ya kiçik desəydi, bu aralıqdakı ədədləri götürərdik. Sadəcə 2-ni və -18-i soruşur. Ona görə mötərizəmiz bu şəkildə olacaq. Ədəd oxu üzərində -11-dən 7 vahiddən az məsafədə olmayan bütün mümkün ədədlər çoxluğunu soruşur bizdən. Yenə -11-in üzərinə bir dəfə 7 gəlirsiniz, eləyir 4. Bir dəfə də -11-dən -11-dən 7 vahiddən az məsafədə -11-dən 7 çıxırsınız, eləyir -18. Yəni, bizdəndir ki, az məsafədə olmayan ədədləri soruşur. Az məsafədə olmayan ədədlər, yəni çox məsafədən soruşur da, müəllimə böyük deyir. Böyük deyirdisə, biz deyirdik, uzağı götürürdük. Yəni, mənfi sonsuzluqdan -18-ə birləşmə 4-dən müsbət sonsuzluğa. Kiçik desəydi, kiçik olan desəydi, onda nə edərdik? Yəni, onu demək istəyirəm ki, yəni belə. Amma burada az məsafədə olmayan dediyinə görə, yəni bizdə əgər desəydi ki, məsələn deyirəm də, ədəd oxunda A-dan B vahiddən kiçik, yəni yaxın məsafədə yerləşən ədədlər, onda mötərizələrimiz bu şəkildə olacaqdı. Amma burada az məsafədə olmayan bütün mümkün ədədlər çoxluğunu dediyinə görə 4-lə 18-i alacaq. Cavab olacaq, qoyun görüm hansı variantdır? C variantı. Belə. Nə oldu elə hamısı? Yox, C deyil. Keçək növbəti sualımıza. Kəsr hissənin tapılmasına artıq mənə elə gəlir ki, biz artıq əzbər bilirik. Bundan bir çətinliyimiz yoxdur. Milli imtahanına düşmüş suallara da baxmışıq. Düşə biləcək suallar ətrafında da işləmişik. 8-ci sualda deyir ki, birinci kəsr hissəsi. Bu ədədin kəsr hissəsi. Kəsr hissəsi ilə bu ədədin əksi, yəni 3 kök altda 7 minus 5 kök altda 2 ədədinin əksini tapsaq, əksimiz olacaq, deməli, 5 kök altda 2 minus 3 kök altda 7. Əksimiz budur. İndi ədədin kəsr hissəsini tapanda, ədədin özündən onun tam hissəsini çıxanda kəsr hissəni burada, amma ədədlərimiz 2 dənə fərq şəklindədir. Yəni, 3 kök altda 7, bu da ədədin özü. 3 kök altda 7, kök altda 63 deməkdir. Bu birisi isə kök altda 50 deməkdir.
Kök altı 63 müəllimlər nəyin kvadratının arasında yerləşir? Biz bilirik ki, deməli 7 dəfə 7-nin 49, 8 dəfə, 7-nin kvadratı ilə 8-in kvadratının arasında yerləşir. Təqribi 7,5-dən çıxacam. Bu isə 7-nin kvadratı ilə yenə 8-in kvadratının arasında yerləşir. Amma bu daha kiçik bir ədəddir də öz. Məsələn 7,1 kimi, 7,1 kimi, yəni 7-də %2 kimi. Yəni bunu çıxanda 0,4 kimi bir ədəd alınır. İndi əksi olan ədədin hasilini soruşur bizdən. Gəlin bura. Bir şey də nəzərə alın ki, əgər ədədin özü, yəni bunun biz məsələn ədədin tam hissəsi 0-dır da burada. Əgər ədədin tam hissəsi 0-a bərabərdirsə, onda onun kəsr hissəsi elə həmin ədədin özünə bərabər olacaq. Yəni bu ədədin bu şəkildə verəndə tam hissəsini tapırıq. 0-dırsa, əgər 0 tamdırsa, onda onun kəsr hissəsi onun özünə bərabər olacaq. Çünki ədədin kəsr hissəsi nəyi deyilir? Ədədin özündən onun tam hissəsinin çıxmaq deməkdir. Tam hissəsi 0 olanda hansı ədəddən 0 çıxsaq ədədin özünə bərabər olacaq. Ona görə bu şəkildədir ha. Yəni mənə deyir ki, 3 kök altda 7 çıxılsın 5 kök altda 2 ədədi ilə bunun əksinin, yəni mənfini qabağa atıb 3 kök altda 7 minus 5 kök altda 2 kimi də yine eləyə bilərik, yaza bilərik. Yəni bunun kvadratıdır da bu. Yəni mənfi 3 kök altda 7 çıxılsın 5 kök altda 2-nin kvadratını soruşurdu bizdən. Təbii ki, bunu da kvadrat düsturuna görə aça bilərik. Mənfisi birincinin kvadratı 63 idi axı. Birinci ilə ikincinin hasilinin 2 misli üzərinə gəlinsin ikincinin kvadratı. Yəni ikincinin kvadratı da kök altda 50 olduğuna görə 50 idi. Elə deyilmi? İndi da müəllimlər. Mənfi 113 çıxılsın 30 kökün altında 14. Qabağına mənfisini açıb həll eləsəm, bu hesab hissələrini özünüz həll eləyin. Mən belə yazıram deyə bu şəkildə yazmayın. Deməli 30 kök altda 14 çıxılsın 113 cavab olacaq. Bu. Yenə 2 dənə bizə ifadə veribdir, modullu ifadə veribdir. Həmin modulların cəminin 0-a bərabər olduğunu deyir. Deməli, neyniyəcəm? 3m minus 18-i 0-a bərabər eləyəcəm. M minus 3n-i 0-a bərabər eləyəcəm. Təbii ki, birincidən həll eləsəm əgər mən 3m-imiz bərabərdir 18-ə, m-imiz bərabərdir 6-ya. M əgər 6-dırsa, getirib burada yerinə qoysam, 3n bərabərdir sıra, 3n bərabərdir 6-ya, n bərabərdir 2-yə. Fisiyoda ifadənin qiymətini soruşur burada. 6 çıxılsın 2-nin üzərində 6 çıxılsın 2, yəni 4 üzərində 4, 4-ün də üzərində 4 səhv eləmirəmsə. Əgər səhv eləmirəmsə 256 eləyir. İndi özünüz hesablayarsınız da o hissəsini. ABC-də 0-dan fərqli ədədlərdir. Yenə bax burada sadəcə A-nın B-niz var. 3 dənə cəm verilibdir. C-nin qiymətini tapacaqsınız. Yerinə qoyub hesablayacaqsınız. Baxın, buradan hesablasaz 10-cu sualda işləmişik bu tip sual biz. X çıxılsın 3A bərabərdir 0-a. X-in yerinə yazacaqsınız 3A. İkinci mörtəzədə, yəni modulda y minus plus 4b bərabərdir sıra 4y bərabərdir mənfi 4. Harada y görürsə yenə mənfi 4b, x görürsə yenə 3a, z minus 2c bərabərdir sıra. Harada z görürsünüzsə yerinə 2c yazıb həll edəcəksiniz. Bax burada. Yəni a vuraq b vuraq c, x, y, z-in yerinə də birinin yerinə yazacaqsınız 3a, birinin yerinə yazacaqsınız mənfi 4b, birinin də yerinə yazacaqsınız 2c. Bu şəkildə ABC-lər zaten gedəcək, qalacaq mənfi 3 dəfə 4-ün deməli, burada da z var, c deyil o. Z-in yerinə, bir dəqiqə düz yazaq müəllimlər, köçüdən də düz köçürtmədim. Bu c-ni aşağıda yazıram, yuxarıdakı z-in yerinə 2c yazıram. A isə onu indi düz yazsın, ay Zöhrə müəllimə. İxtisarınızı falan nəysə də apardınız, elədiniz, yenə deyirəm, hesab hissəsini özünüz eləyin. Mənfi 6-da 1 B variantı. Yenə ABC həqiqi ədədlərdir. Kök 6 ifadənin ən kiçik qiyməti 11-ci sualda A minus 2 B-ni 0-a bərabər eləyə bilərəm.
A-mız bərabər olacaq 2B-yə. Bu ifadənin də yenə modullu ifadədə ən kiçik qiyməti 0-a bərabərdir. Çünki cəm əgər 0-dırsa, deməli ayrı-ayrılıqda hər biri 0-a bərabərdir. Həmçinin bu ifadəni də 16-dan yazsam 2A plus C plus 3 bərabərdir 0-a. İndi bir dəqiqə bunu həll eləmək lazımdır. Birinci bunu biraz sadələşdirəm. B plus C bərabərdir 3-ə. 2A plus C bərabərdir -3-ə. Tərəf-tərəfə çıxsam, tərəf-tərəfə çıxıram. Yəni, fərq yoxdur. Ya yuxarıdan, ya aşağıdan. B-dən çıxın. 3-dən bu neçə idi? -3 çıxsam, eləyəcək 6. Yuxarıda bir şey aldım. A-nın yerinə 2B qoyuram. Yəni, buradakı A-nın yerinə 2B qoyuram. B çıxılsın, 2 vurulsun. 2B bərabərdir 6-ya. Yəni, bir B-dən çıxacaqsınız. Deməli, bu eləyəcək -3B bərabərdir 6-ya. B-miz bərabərdir -2-yə. B əgər -2-dirsə, axı A-mız 2B-yə bərabərdir. A-mız -4-ə bərabərdir. Burada yerinə qoyub C-ni də tapa bilərəm. Yəni, A-nı, B-ni, C-ni 5 olacaq da, elə bil ki. C-miz olacaq 5, A-mız da olacaq -4. Deyir ki, ay Zöhrə müəllimə, -4 vurulsun 5, vurulsun -2-ni hesabla. Ümumilikdə deməli 10, onu da 4-ə vursaq 40 müsbət olacaq C variantı. Ala biləcəyi, ifadənin ala biləcəyi müxtəlif qiymətlərin cəmini soruşur bizdən. Yəni, burada 2 dənə, 3 dənə, yəni müxtəlif hallar var da, baxmaq lazımdır ki, neçə dənə hal var. Birincisi modullu ifadədir. Modula görə bir dəfə A-7-ni böyükdür, axı 0 olmalıdır. A-mız böyük olacaq, məxrəc çünki məxrəcə. A-nın 7-dən böyük halına görə açıram. A-nın 7-dən böyük halına görə bu hissəni açsam əgər, bir dəfə də təbii ki, ikinci halımızda isə A-mızı 7-dən kiçik götürürəm. Nəyə görə ay müəllimə? Baxın, bu məxrəcdir. Məxrəcimiz modulda olduğuna görə zaten orada nə versək verək. Yəni, A-ya 7-dən böyük qiymətlər də versək, məxrəc 0-a çevrilməyəcək. A-ya 7-dən kiçik qiymətlər də versək, məxrəc 0-a çevrilməyəcək. Fərqlidir 0 olmalıdır da, elə bil ki. İndi birinci halı əgər açası olsaq, yəni A-7 bölünsün, A- olduğu kimi açılacaq. Olduğu kimi açılanda da bir-birinə böləndə birinci halda alınır 1-2 topla 5 şəklində. İkinci halda isə bunu açanda A-7 məxrəc 7-A kimi açılır. Çünki mənfi olanda 7-A kimi açılır. Bunda bir-birindən gedəndə -1 modulda -2 plus 5 kimi olacaq. Yəni, hər iki halda ifadənin ala biləcəyi qiymətlərin cəmini soruşur. Baxın, müəllimlər, bu ifadə burada alacaq 6 qiymətini. Çünki 1-in üzərinə 5 gələndə 6 modulda olduğuna görə müsbət. Burada isə 8 qiymətini alacaq. Bura -3 eləyir, moduldan müsbət 3 çıxır, üzərinə 5 gələndə 8 eləyəcək. Bizdən də 6 ilə 8-in cəmini soruşur, cavab olacaq 14, yəni A variantı. Ədədin kəsir hissəsini soruşmur, ədədin tam hissəsini soruşur. Təbii ki, burada irrasionallıqdan azad eləmək lazımdır. Yəni, məxrəcinə qoşmasına vurub bölmək lazımdır ki, birincisi məxrəc irrasionallıqdan nə olsun, azad olsun. Ona görə qoşmaya vururam və qoşmaya da bölürəm. Yəni, 3/6-ya böldüm, həm də 7 minus plus 3/6-ya da vururam. İndi aşağına həll eləyəsi olsam əgər 49 minus 54 eləyir. 49-dan 54 çıxanda -5 eləyir. Sürəti həll eləsəm əgər, yəni burada da 10 qalır. 7 plus 3/6. Dan, getdi. Belə bir ifadə qaldı. 2-ni 14 üzərinə gəlsin. 2-ni də -2-dir də, elə bil ki. -14. Qoyun düz əməlli vuraq 1. Sərgəli şəkildə. Olacaq -14. 2-ni də vursam, deməli, -6/6. Bu cür ədədlərin biz nə eləmişdik? Bizim tam hissəni soruşur. Tam hissəni soruşursa heç. Tam hissəni soruşursa, deməli, olacaq belə. -14-dür bu, -14. Bu hissədə 6/6-da təqribi eləyəcək. Qoyun görüm, 6/6 da eləyəcək 2. 6-nı vursaq elə bir ki, 2 tam nə qədəriyə eləyəcək? -14 tam 10-da 3 məsələn deyirəm də. Burada da belə bir ifadə alınır. Gözləyin indi.
Bax, bu hissədə mənfi 15 eləyəcək. Mənfi 15-dir də, yəni mənfi 14,3-ün tam hissəsi mənfi 15-də biz bilirik onu artıq. Bu hissədə isə mənfi 14-dən də mənfi 15 çıxanda, elə bil ki, daha doğrusu, yəni mənfi 14 çıxılsın 15, bu mənfidir də, cavab incə mənfi 29. Bir dənə sözü deyib qutara bilmədim. Müqayisə eləyin deyir. X minus y verib, x minus y verib. X, y, z ədədlərini bizə müqayisə edin. X-dən y çıxıbdır, müsbət ədəd alıbdır da. Elə bir x-imiz y-dən necə ədəd imiş? Böyük ədəd imiş də müəllimlər. Y-dən z çıxıbdır, yenə müsbət ədəd alıbsa, deməli y-imiz də z-dən böyük ədəd imiş. X y-dən böyükdür. O da z-dən böyükdür. Yəni, burada heç belə nəyəsə bir qeyri-adi bir şey ehtiyac yoxdur. Cavab olacaq A variantı. İndi variantı səhv işarələyə bilərəm. Gecədə də saat 12 yarısıdır. Ola bilər ki, A deyib B yazaram, amma əsas odur ki, siz izaha baxın. Bunu da ki, standart ədədin standart şəkli bilirdik ki, onun qiymətli hissəsi var idi. Qiymətli hissəmiz isə 1 ilə 10 arasında yerləşməli idi. Yəni, bu qaydaları bildikdən sonra burada 2 dənə 0 var. 1, 2, 3, 4, 5 dənə 0 var. Elə deyilmi? Bəli, ay müəllimə. 3305-i də yazaram. 3 tam 305 vurulsun 10 üstü. 3 kimi. Burada da 10 üstü 5 var. Yəni 3 tam olmalıdır da 1 ilə 10 arasında yerləşməlidir. Başqa necə yazım? Qayda izahında buna aid nümunələr demişdim sizə. Məndən tərtibini soruşur. Cavab olacaq 8, yəni C variantı. Standart şəkildə göstərin. Standart şəkildə olmaqdan ötürü qiymətli hissəmiz 1 ilə 4-ün arasında 1 ilə 10-un arasında yerləşməlidir. Bu olmaz təbii ki. Təbii ki, burada 4 tam %57 3, 2, 8, 10 üstü. Mən bunu 2 dənə 0 bu tərəfə gətirdiyimə görə vurulsun 10 üstü 2 şəklində yazacağım. Cavab olacaq, qoyun görüm, D variantı. 17-ci suala baxaq. Hanı 17-ci sual? Buradadır. 3 ədədin ədədi ortası, baxın, MİQ imtahanına düşmüş suallar formasında suallardan biridir. 3 ədədin ədədi ortası deyir ki, 14-dür. Bu ədədlərin üzərinə ədədi ortası 9 olan 2 ədəd əlavə. Bax, 3 dənə ədəddir, biri x-dir, biri y-dir, biri z-dir. Ədədi ortaları nəyə bərabərdir? 14-ə bərabərdir. Yəni, x plus y plus z-imiz bərabərdir. Çarpaz vursaq 42-yə. Bu ədədlərin üzərinə ədədi ortası 9 olan, yəni, baxın, A üzərinə gəlsin B, yəni ədədi ortası 9 olan 2 ədəd deyirsə, 2-yə böləcəm, 9-a bərabər edəcəm. A topla B-miz də olacaq 18. Aha, deyir ki, bu ədədlərin üzərinə, yəni x plus y plus z-in üzərinə bu ədədi gəlsək, 2 dənə ədədi gəlsək, ədədi orta neçəyə bərabər? 5 dənə ədəd olur, 5-ə böləcəm. İndi bu cəmi biz 42 tapmışıq, yazırıq 42. Bu cəmi isə 18 tapmışıq, yazırıq 18. 42-nin üzərinə 18 gələndə 60 eləyər də müəllimlər. 60-ı da 5-ə böləndə cavab eləyər 12, yəni B variantı. Yenə bayaqdan buna neçə dənə işləmişik. 18-ci sualda bunu ayrı-ayrılıqda, yəni 3x minus A plus 2-miz bərabərdir 0-a. Bu hissəni isə ayrı-ayrılıqda 2y plus B plus 8 bərabərdir 0-a. Bizdən 3x minus 2y soruşur. Ona görə bunu rahatçılıqla yazmaq olar əslində. Burada tərəf-tərəfə yəni nəyəsə vurmağa falan ehtiyac yoxdur. Bunu elə tərəf-tərəfə çıxsaq, 3x minus 2y ifadəsini burada almış oluruq. Çıxılsın A minus B minus 6 bərabərdir 0-a. A plus B-ni soruşur. Mən burada görürəm ki, mənfini qabağa atıb bunu A plus B kimi yaza bilərəm. Elə deyilmi? Ay müəllimə, elədir. Nə gözəl dedin. Bu ifadəni tapmaq soruşur. Daha doğrusu bu ifadənin qiymətini verib 10. Çıxılsın A topla B bərabərdir 6-ya. Bunu da bura keçirdim də. Ondan neçə çıxsaq 6 eləyər. Ay müəllimə, 4 çıxsaq eləyər də. Bunu nə var bilməyə? Cavab B variantı. 19-cu sualda 20 ədədin ədədi ortası 15,5-dir. Bu ədədlərin 4-ünü çıxartdıqda 20 dənə ədəddir. Yəni T1-dən, T2-dən, nöqtə, T20-yə qədər ədədin ədədi ortasını tapanda 20-yə bölürəm. Bərabərdir 15,5-ə. Bu cəmi tapsam, buna bir x desəm, x bərabərdir
15,5 vurulsun 20 bölür 310. Yəni 20 ədədin cəmi 310-a bərabərdir. Bu ədədlərdən 4-ünü çıxartdıqda, nə qədər ədəd qalır ay müəllimlər? 20 dənə ədəddirsə, 16 dənə ədəd qalır da, elə deyilmi? 16 dənə ədəd qalır. Yəni yazıram T1, T2, T16-nı bölürəm 16-ya, ədədi orta bərabər olur 14-ə. Yəni bu cəmədə bir y desəm, y-imiz də bərabər olacaq 16 vuraq 14, yəni 224-ə. Çıxarılmış ədədlərin ədədi ortasını soruşur bizdən. Baxın, əvvəl bu idi, cəm, yəni 310, sonra isə bu oldu. Yəni 20 ədədin cəmi budur, 310. 16 ədədin cəmi də 224-dür. Çıxsam bir-birindən 86 qalar. Bu 86 4 dənə ədədin cəmidir. Yəni T1 üzərinə gərək T2, üzərinə gərək T3, üzərinə gərək T4. O çıxartdığım ədədlərin cəmi 86-dır. 4 dənə ədədin ədədi ortasını tapanda 4-ə bölürəm. 86-nı 4-ə böləcəm. Kalkulyatorunuz var da müəllimlər. 86 eləmir. 86 eləyir də 2 dəfə, 1 dəfə, 21,5 cavab olacaq. Kəsr hissəsini tapın. Bayaq buna aid işlədik. 20-ci sualda bu ədədlərin kəsr hissəsini soruşur bizdən. Neyəcəyik? Qoşmaya vurub böləcəyik. Mənə elə gəlir ki, bayaq buna aid işlədik. Bunu özünüz artıq sərbəst şəkildə yaza bilərsiniz. Mənə deyərsiniz də, yaxşımı, bunun cavabı neçə eləyir? Ya da mən bunu işləyim ən yaxşısı. 6 bölünsün 2 kök altda 7 çıxılsın 5. Bunun qoşmasına vuranda 2 kök altda. Niyə qoşmasına vurdum? Kim deyər? Çünki məxrəci irrasionallıqdan azad eləmək üçün qoşmasına vurdum. Məxrəcimiz deməli 2 kök altda 7, 4-ü vursam 7-yə, 4-ü vursam 7-yə, 28, 28-dən də 25 çıxsa məxrəc eləyəcək 3. 6 da burada qaldı. 2. Bayaq bunun eynisini işlədik. Yəni biraz sualı dəyişdirilmiş versiyasını. Bununla bu getdi. Qaldı 2 vurulsun. 2 kök altda 7 üzərinə gəlsin 5. Yəni 4 kök altda 7 üzərinə gəlsin 10. Kəsr hissəni soruşandan yəni bura bizə maraqlı deyildi. 4 kök altda 7 təqribi kökün altında 112 deməkdir də. Təqribi deyəndə kökün altında 112 deməkdir. 16-nı 7-yə vuranda 112 eləyir. 112 də hansı ədədlərin arasında yerləşir? 10 ilə 11-in. Yəni kök altda 112 çıxılsın 10 şəklində yaza bilərik. Və yaxud da 4 kök altda 7 çıxılsın 10. Bunun nəyi olacaq? Kəsr hissəsi olacaq. Cavab olacaq A variantı. Bu qədər əziz müəllimlərim. Növbəti dərslərdə, növbəti videolarda görüşərik inşallah. Allaha əmanət olun. Kanalıma abunə olmağı, videolarımızı da bəyənməyi unutmayın.